Salam. Bu gün biz IFRS 15-in əsas mövzularından biri olan Variable Consideration-dan danışdıq. Variable Consideration nədir? Variable Consideration is a portion of transaction price depends on future events. Example, discount, rebate, usage-based fees. Yəni, bizim transaksiya price'ımızın bir hissəsi asılıdır bu gələcəkdə ola baş verəcək hadisələrdən. Məsələn, performans bonus ola bilər, penalty ola bilər, discount ola bilər. Məsələn, əgər müştəri məsələn bu maldan 10 dənə alsa ona diskont verəcək. Əgər məsələn almasa, məsələn diskont verməyəcək. Ona görə bu variable sayılır. Və usage based, məsələn deyək ki, 100 dənə istifadə eləsə bu qiymətlə olacaq, 150 dənə istifadə eləsə başqa qiymətlə olacaq. Yəni bizim transaksiya price'ımız variable'dır. Fix deyil ki, məsələn bu həmişə 5 manatdır. Nə qədər satsam, yəni də 5 manat qalacaq. Bu fix deyil. Və bunun ümumiyyətlə estimation metodu 2 estimation metodu var. Expected value metod, probability weighted estimate-lə, yəni əgər çox hadisə varsa, orada weighted average tapırıq. Məsələn, deyək ki, biz hər hansı bir məhsul satmışıq və oradan defektlərə görə customer returnlər olur. 1000 dənə məhsul satmışıq, məsələn, bilmirik nə qədər return olacaq. Amma onu estimate eləyə bilərik ki, köhnə dataya uyğun olaraq, historical dataya uyğun olaraq filan ki, məsələn, 5%, 10% return olacaq. Bunun özü expected value metodundandır. Most likely amount məsələsində isə single amount aslında. Məsələn, proyektimiz var. Proyektdə əgər deyək ki, biz 5 ay ərzində başa çatdırsaq, bizə əlavə 20% bonus verəcəklər. Yəni bu əgər başa çatdırmasaq verməyəcəklər. Yəni bir dənə outcome-dır. Ya bonus alacaq, ya da almayacaq. Yəni most likely amount. Constraint nədir? Variable consideration'da IFRS 15-in qaydalarından biri odur ki, əgər significant reversal ehtimalı varsa, o zaman biz revenue tanımayaq. Yəni məsələn biz deyək ki, proyekt davam eləyir. Bayaq qeyd etdiyim məsələdir ki, 5 ay bitsə əgər bizə 20% bonus verəcək. Proyekt davam eləyir. Proyekti 5 ay bitirə biləcəyik, yoxsa bilməyəcəyik bəlli deyil. Reporting dövründəyik. 20% bonusu məsələn revenue kimi tanıyırıq özümüzə. Amma sonra gəlir bitirə bilmədiyimizə görə reversal ehtimalı var. Yəni bilmirik ki, biz bunu tanıya bilərik, yoxsa yox. Belə halda IFRS icazə vermir ümumiyyətlə revenue-nu tanımağa. Və ümumiyyətlə əgər uzun müddətli bir periyoddursa, hər zaman da reporting periodda assessment olmalıdır. İki dənə misala baxacağıq. Bir dənə misal, telekom operatorudur, 12 aylıq internet paket satır, qiyməti 300 manatdır və əgər customer 1 il qalarsa, yəni 1 il tərk eləməzsə, 30 manatlıq loyalty bonus verəcək. Yəni effektiv olaraq müştəri 300 manat almış olacaq və 500 dənə bu məhsuldan satılır və biz estimate eləməliyik ki, transaction price'ımız nə qədər olmalıdır bu halda. Bu halda nə edirik? Baxmalıyıq historical dataya başa düşmək üçün ki, ümumiyyətlə customerlar normalda 1 il qalır yoxsa yox. Məsələn, belə bir historical data var. Customer start 1000 dənə customer və remaining 1 il ərzində. Son 5 ilin datasıdır. Buradan bir retention götürürük. Retention rate. Və buradan da bir average retention rate. Faizlə. Bu deməkdir ki, 71% ehtimalla qalır. Yəni, müştərilərin belədir, 71%-i bizlə 1 il qalırsa, bu deməkdir ki, biz 71%-nə bu 30 manatlıq diskontu tətbiq eləməli olacaq. Yəni, full year stay-in 71%-dir və early exit isə 29%. Rebate amount əgər qalsa 30 manatdır, əgər qalmasa 0 manat. Expected value hissəsinə baxanda bir müştəri üzrə 21 manatdır. Yəni 21 manat bir müştəri üzrədir. Biz toplam 500 dənə satmışıq. Deməli bizim transaction price'ımız normalda bir dənə customer üçün baxanda 300 manat idi qiyməti. 300 manat çıxılsın 21. Yəni bu qalacaq. Yəni 278 manat və bunu toplam da 500-ə vuranda olacaq toplam məbləğimiz 139 min. Yəni biz məntiqlə, yəni bu 500 hissəsini ümumiyyətlə nəzərə almadan baxsaq, 500 hissəsinə. Yəni 21 manat burada elə bil ki, 21 manat estimation odur ki, diskont verəcək. Yəni 30 manat diskont verəcək, amma bunun 71% sadəcə olaraq bunu götürəcək. Ona görə bizim toplam diskontumuz olacaq 21 manat. Variable consideration bir şeyi odur. İkinci bir misal constraint məsələsinə baxsaq əgər,
Constraint məsələsində necədir? Deyək ki, 1 illik bir müqavilə bağlamışıq və avqustun 1-də başlayıb 1 il davam eləyir. Əgər il ərzində ilin sonu, yəni 1 il ərzində 500 unit deliver eləsək, o zaman 100 manatdan olacaq qiymət. Əgər 500-dən az olsa 90 dənə olacaq. 90 manat olacaq qiymət. Yəni o qiymət fərqlənəcək. Dekabrın 31-dir, 5 ay keçib və reporting perioddur. Biz assessment eləməliyik. 210 dənə hələ ki deliver eləmişik 5 ay ərzində və historical experience göstərir ki, ciddi fluctuation olmur növbəti hər ayın öz demandində. Və yenə də hesablamalıyıq ki, biz 90 manatla tanımalıyıq yoxsa 100 manatla. Çünki biz 100 manatla tanısaq, əgər sonra 500-ə çatmaya bilər, yaxud 90 manata endirməliyik o zaman. O zaman reversal olmalıdır. Və yuxarıda da qeyd elədik ki, IFRS icazə vermir. Əgər burada significant reversal ehtimalı varsa, o zaman revenue-nu tanıya bilmirik. Və example-a da baxsaq, burada ilk 5 ay ərzində deyək ki, 210-dur toplam, 210-dur. Növbəti aylarda da məsələn deyək ki, ciddi dəyişmirsə, elə məsələn deyək ki, öncəki dövrlərin average qədərdir. Bunu məsələn bərabər saysaq növbəti iddiaya olur. Total forecast olur 252. Total forecast olur 252 və totalda olur bizdə nə qədər? Deməli 210-la biz deməli cəmləməliyik actual 210-u və estimate 252. Və nəticə etibarilə olur 462. İndi hansı istifadə etmək? Kriteriya nədir? Əgər 500-dən çoxdursa, o zaman 500-dən azdırsa 100, 500-dən çoxdursa 500-dən azdırsa 90, 500-dən çoxdursa 100 istifadə etməliyik. Deməli, nə istifadə etməliyik? Bu kiçikdirsə 500-dən, deməli 90, digər hallarda isə 100. Və decision nə olacaq? 90, çünki estimation onu göstərir ki, biz 500-ə çatmayacaq. Variable consideration məsələsi də belədir. IFRS 15-in əsas konseptlərindən biridir. Çox sağ olun.